Salam uşaqlar, adi boş əsillərin 81-dən bu tərəfəsini izah edəcəm. Deməli 81-də birincisi olduğu kimi qalacaq, ikincisini tərsinə çevirəcəyik. Bu da olacaq 7-də 6, 6-da 5, 3-də 2. 6'lar gedir, 5'lər gedir, 7'lər gedir, 3'dən bu gedir, 2 qalır. 2 vur 2, 4 eləyir, 8'də nə edir? Qalır 2'də 1, 0,5'ə. Burada da olacaq. 82'de olacaq 7 çıxılsın 23'də 27 vurulsun 6'da 23 üstlensin 6'da 19 vurulsun 19'da 3 bölünsün 3'də 2 çıxılsın 3'də 2. Deməli burada 23'lər gedir 19'lar gedir 7 çıxılsın bundan bu 3 eksaydır 9 bölü 2 yani 4,5 üzerine 0,5 aldığımız cevabı 3'də 2'ye bölüp 3'də 2 çıxacaq. Bundan bunun cəmi mənfi 4 yani 3 verir. 3'ü vuracaq 2'də 3'ə 2'də 9 2'də 9'dan 3'də 2 çıxacaq. 6 ortaq məxrəc 27 çıxılsın 4 6'da 23 3,6'da 5 A variantı. 83. sualda 1'dən 2'də 1 çıxanda 2'də 1 1'dən 3'də 1 çıxanda 3'də 2, 4'də 3 və sair 10'da 9. Fikir verin, hamısı çarpazlar ixtisari ilə cevabı ilə 10'da 1 qalacaq, yəni 0,1. 15 60'ın hansı hissəsi? 15'i 60'a böləcəksiniz, cavab 4'də 1. Belə olur. Biləcək neçə hansı hissə təşkil edir deyirsə, birinci, ikinci böləcəksiniz. Sonra burada baxın, vergüldən sonraki ədədləri tam birləşdiririk, eyniləşdiririk. Bakın bir tane 0 yazdım ki bunları tullaya bilim. Bölünsün 0'dan 1000'de 14'te bölünsün 2 tane 0'da aşağı yazacağız. 24 bölü 60 vur 700 bölünsün 14'e. Bu sıfırdan bu sıfır gitti. Bundan bu 4 eləyir. 72'de 14'e bende 5 eləyir. 5 bölü 4 yok 5 eləyir. Yukarıda 4 kalmış da 20 eləyəcək. 86 dedi eyni sualda. 3 bölünsün, bir defa ne yazayım? 30, 2 bölünsün 20, 1 bölünsün 10. 10'da 1, 10'da 1, 10'da 1, cevap 0,1 olacak. Bunlar gidecek. 83'te 7 bölünsün 3'ten 9'da 3, yani 3'ten 3'de 1 çıxılsın 1'e. 2'den 3'de 1, bu da 7. 7'ni de böləcəyik 3'də 7'ye, 7'ni vuracağıq 7'də 3'e, cevap verəcək 3. 87'de demiş olduk. Sonra gedək 87'den bu tarafa. Gedək 87'den tapaq o tərəfəni. 87'de o tərəfəni görmədim. Uşaqlar 102'den başlamaq məcburiyyətindəyəm. 102'den başlayaq. En natural ədəd çoxluğu və Z tam ədədlər çoxluğu olarsa hansı doğrudur? Natural ədədlər şeyin az çoxluğudur. Tam ədədlərin az çoxluğu. Cavab B variantı olacaq. A və B natural ədədlərdir. A bölü B 99'da 21'e bərabərdir. Və bunu 3'ə eksi yaparsak 33'də 7. Cəmidə 40 verəcək B variantı. 104-cü sualda məxrəci K olan düzgün kəsrlərdən sayı 6 olarsa, məxrəci K olan düzgün kəsrlərdən sayı 6 olarsa, K'mız əlbəttə ki 7 olar. K'mız daha doğrusu K'mız 7 olur da hə. 7 olar. Bizə deyir ki K olan düzgün olmayan alçəklərin sayını tapın. Yəni sürəti K olan düzgün var. Sürəti 7 yazdı. Deməli məxrəcdə də 7 yaza bilərdi. 7 dənə kəsir var da düzgün olmayan. Cavab A variantı. 0,90'da 16'da nə çıxacaq? 1 çıxacaq. Bunu çevirməyi bilirik də. Bu da 6'da 1 edir. Sonra K'nın bütün mümkün qiymətlərində K bölü A kəsilir. Sonsuz dövrü onluq kəsir. Nasıl ola bilər? Sonsuz. 25 olanmaz. Çünki orada şey var. 27 olar. Çünki 27 olanda 27 3 vur 3 vur 3 orada 2 ve 5 olmadığı için o olacak. AC məsafəsi bir cəmi tapın. Baxın.
AC yani sayısı da bir artır. Mesafe değil. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. AC'miz 9'a. BD'miz o da 9'a. Ve 18 vermiş olacak. Cədvələ sizin B'ni tapın. Kəsir sürəti 24. Məxrəci 3. Kəsir qiyməti 8. 109'da 9 bölər kəsirini 3'ə əksər etişdə 5 alınır. Deməli, bura 15'miş ki, 3'ə əksər yapan. Deməli, A'mızın yerinə 15 dayanmışmış. Və burada 3B'mizdə 3 olacaqdı. 15'də 3, 18. Velosipedin 2 məntəqə arası məsafənin 3'də 2 hissəsini gedib, 3'də 1'i qalıb. Və deyir, kilometr olaraq da 12 qalıb. Deyirsən ki, nəyin 3'də 1'i 12 verir? 36'nın. D variantı. Sürəti 175 olan düzgün olmayan kəsirlərdən 175 deyir ki, burada elə də yaz ki, düzgün olmasın, amma 175 olan tam bölünsün. Bu 1'dir. 1'ə bölünür. 5'ə bölünür. 35'ə bölünür. 7'yə də bölünməlidir, səhv eləməsəm. Bəli, 7'yə də bölünür. 1, 5, 7, 35'ə bölünür də. Bir də sadəlövlər ayıraq, tam deyə bilim. Deməli, 5'ə bölünür, 35, 5'ə bölünür, 7, 7'yə bölünür, 1. 5 üstü 2, 7 üstü 1. Üstə 1, üstə 1, 6 dənə. Nəysə yazmam, özünü yazmamışıq. Bir də hansıda yaddan çıxıb? 55, 65, yox 55. Hansıda yaddan çıxartdım? 1, 5, 7, 35, 175. Biri də olacaq, çox güman ki, hansına bölünür? 5 dənə tapdım axı mən. Düzgün kəsirlərdən qiymətli materialda bərabər olanların sayını tapın. 1'ə bölünür, 5'ə. 5 dənə tapdım mən. Amma burada 6 dənədir. Deməli, 1'dir, 5'dir, 35'dir, 7'dir, 175'dir. Bir də 25'dir, 25'ə də bölünür. Fark etdi. 4'də 6, 9'da 6 vur K'sını atölyədə olarsa, yəni 3'də 2'ni K'ya vuranda. Demək, K'nın yerindən ki, 3 yaza bilərik ki, 3'lər geçsin, cavabın atölyədə 2 alınsın. Q rasyonel ədəd çoxluğu ensin atölyədə ədəd çoxluğudur. Q rasyonel ədəddir, N atölyədə ədəddir. Q'nun N'dən fərqi məsələn daxil deyil 16. Çünki 16 özdən atölyədə ədəddir. Həm natural rasyonel ədəddir, öyle fərqi yoxdur. Məxrəci 28 olan sonlu kəsir göstərilə bilən ən böyük düzün kəsir. Sonlu göstərilərdən ən böyük düzün kəsir 14 yox. Məncə 24 deyirlər. Çünki bu ixtisas edəndə yox 24 olmur. 20 olar. Yenə də 4'ə ixtisas edən yox. Sonlu kəsir göstərilə bilən ən böyük düzün kəsiri sonlu kəsir göstərin. Tamam. Olmaz. 4'də 3. 28'də 4'ə bölən, 7'yə böləndə 21. 28'də 21. 4'də 3 olur. Cavab 21. 0,75 B variantı. Sonra hər ikisine nedir? Yalnız ikisine daxildir. 1. Yox, bir hamısına daxildir. -3. Çünki -3 həm tamdır, həm də ki, rasyonel ədəddir. Sürəti A olan düzgün olmayan kəsirlərin, sayı 4 dənədir. Sürəti A olan düzgün olmayan kəsirlərin sayı 4 dənədirsə, deməli 4'də 1'dir, 4'də 2'dir, 4'də 3'dür və 4'də 4'dür. Deməli, məxrəci 4'dürsə, indi ki, düzgün kəsirlər sayı 3 dənə olacaqdır, əlbəttə ki, çünki 4'də 4 düzgün olmayan kəsirdir. Bu olacaq 90'da 21, 60'da K'ya bərabər olacaq. Bunu ixtisar yaparsaq 30'da 7, deməli bu 60'da 14'müş ki, ixtisar edəcək 30'da 7 qalacaq. Bu belə. Sonra nədir?
Sürəti 28 olan, düzgün olmayan kəslərdən qiyməti tam ədəd olmayanların sayını tap. Onda olanları tapaq. 28 1-ə bölünür, 2-yə bölünür, 4-ə, 7-yə, 14-ə, 28-ə. Ha. Deməli 6 dənəsinə bölünəcək. Bölünməyənlərin sayı 28-dən də 22 dənə cavab C variantı. Eyni məsafədə yerləşən deyirsə, eyni məsafədə yerləşənsə toplayıb uşaq ədədi ortasını tapırıq. 6 tam onda deməli neçə eləyir bu? 35, 20, 70 eləyir, düzdür? 60, 6 tam onda 6 bölü 3 tam onda 3. Toplayıb eyni məsafədə olanı tapmaq üçün yarıya bölürük. 8 ədədindən K vahid məsafədə yerləşən, fərqi 6 olan. Ədədlərin fərqi də 6 olsun. Tamam da. Deməli K vahid məsafədə biri olacaq 8 ədədindən K vahid məsafə demək, biri 8 plus K'dır uşaqlar. Bir də bu tərəfə 8 minus K'dır. Bilmirik hansı tərəfi deyil. Ona görə biz burada və böyükdən kiçiyi çıxırıq. Bərabər edirik 6-ya. 2K bərabərdir 6-ya. K'mız da olur 3. Sonra modulda 9 çıxırsın. Altdan bu olacaq 1,8. İç modulun içi. 2,8'den 8,8 çıxanda. 8,2, 2,8 çıxanda elə bil. Bu da olacaq 82'den 28 çıxanda 4, 5, 5,4. Bu da olacaq 7,2 çıx 5,4. Yenə də 8, 1,8. 0,4'ün yəni 5'də 2'dir. 5'də 2'nin tərsi 2'də 5, əksi də mənfi 5'də 2'nin cəmini istəyir. Yəni 2,5 ilə mənfi 0,4'ün cəmi də müsbət 2,1. 3,165 ədəd oxunda A və B ardıcıl tam ədədlər arasında yerləşir. 3 ilə 4 arası yerləşir. Düzdür? 3,165. Cəmi istəyir 7. 1 ilə 3 arasında yerləşən məxrəci 7 olan. 1 ilə 3 arasında yerləşən məxrəci 7 olan düzgün olma kəsrləri. Hə. Kəsrlərin sayını tapın. 1 ilə 3 arasında. Baxın uşaqlar. Bu 7'də 8, 9, 10, 8'dən gedəcək 20'yə qədər ədədlər bunlar. 1 ilə 3 arası yerləşəcək. Yəni 8-20 arası ədədlərimiz. 20'dən də 8 çıxıb üstünə 1 gələcək ədədlərin sayını tapmaq üçün 13'dür. Deməli, nə qaldı bura? Ədəd oxunda hesabın başlanğıcında 5 vahid məsafə yerləşir. Bir dəfə 5'ə bərabər eləyəcəyik. Bir dəfə də mənfi 5'ə bərabər eləyəcəyik. Bu olacaq 3, bu olacaq mənfi 2. Cəmin tap deyir 1. Cavab 1. Bu olacaq 11 tam 126'da 10 orta məxrəc 10'da 11. Bu da olur 12 tam 10'da 1. Bu bax buna böyüdür. 12 tam 10'da 1 yazacağıq. Nə kimi? Nə deyir bizə? Ha, bir parçala bunu. Tamam. Biz bunu parçalayaq. Bəlkə də bunu 10'da 7. Onda deməli, bəlkə də bunu belə istəyir bizdən. 11 tam üzərinə 10'da 4, üzərinə 10'da 7 yaza bilərik də. Eyni şey eləyir də. Sadəcə 8'i götürüb 8'in 3 topladım 11, 5'də 2'ni 10'da 4 kimi yazdım. Onda 10'da 7 qaldı. Deməli, M-miz oldu 11, N-miz oldu 4, N-miz oldu 4. Hem de 5. Oldu 12 tam 10'da 1. K'mız oldu 12. 5 üstte de 12, 17. 5'te 2 hissəsinin 3'te 2 hissəsi 60 olan. 5'te 2'nin 3'te 2'sini tapırsınız olur. 15'te 4'ü. Yani 15'te 4'ü 60 adet. 60'ı 4'e bölüp 15'e vururuq. 225 edir. Həli kitabın 3'te 2 hissəsini oxudu. Oxunmamış səhifələrin sayı 12 oldu. Yəni 3'te 1'ini oxumayıb və 12 səhifəsində qalıb. Cavab 36 oldu. Nəyin 3'te 1 12 verir? 36. Sonra bir de ne deyir? Uyğunluq edin. İnşallah M sıfırdan kiçik. Çünki sıfırdan solda yerləşib. Bu da belə. 1'ə A variantı uyğun gəlir.
İkincində M-dən kiçikdir, o da 0-dan kiçikdir. Hər ikisi mənfi ədəddir, sol tərəfdə yerləşir. 2-də C variantı uyğundur. 3-də də 0 M-dən kiçikdir, o da M-dən kiçikdir, Y variantı uyğun gələcək. Gəldik bura. Deməli uşaqlar, birincini müqayisə etmək üçün aralarındakı fərq eyni ədədə bərabər olanda 5-də 2, 8-də 5 olmuş. Hamısı fərqi 3-ə bərabərdir məxrəcə surətin. O görə böyük ədədlə yazılmış kəsir böyük olur. Və yaxud da ki belə. A, B, C, 2. Bir də Y variantı. 2-də 1 tam 5-də 2, 1 tam 7-də 2, 1 tam 9-da 2 yaza bilərik. Tam hissələr bərabərdir. Surətlər də bərabər olanda məxrəcə baxacaq. Məxrəcə kiçik olan böyük olur. Deməli A böyükdür B-dən, o da böyükdür C-dən və ya C, B, A-da yaza bilərik. Cavab 2-yə D variantı. Üçüncündə də 7-də 5, 7-də 5 A-dır. 1 tam 7-də 2 B-dir. 11'e 9 değil. En büyüğüsü B'de uşaqlar. Çünki bir tamı var. İndi A ilə C-ni müqayisə edək. C A-dan böyük. Çünki yenə də A ilə C-nin fərqləri 2-yə bərabərdirsə, böyük ədəd yazılmış daha böyük olur. C daha böyükdür, amma en büyüğüsü B'dir. Deməli A kiçikdir C, kiçikdir B. 3'ə də A variantı. Burada yazıram. 3'ə də A variantı. Bitdi. Bu qədər. Sağ olun.